Yaddaşa veriləsi reseptlərdən biri də elə budur. Mütləq yaddaşa verib hazırlayın. Ölçüləri açıqlama bölməsində qeyd etmişəm. İlk öncə kartofu soyutma bişirdim. Daha sonra üzərinə nişasta, duz, istiot, paprika vurub əlimlə yaxşıca qarışdırıram. Hazırladığım kütlədən dairəvi formalar verib içinə pendir qoyuram. Və öncə una, yumurtaya, suxarika ardıcıllıqla bu qaydada hazırlayıb bol qızğın yağda qızardıram. Çalışın yağda çox saxlamayın. Azca qızaran kimi salfetin üzərinə yığın ki, yağını çəksin. Bu qədər sadə. Yuxa açmadan çıtır-çıtır, içi sulu, möhtəşəm bir qəlyanaltı hazırlamaq istəyirsinizsə videomu sona qədər izləyin. Qızlar, videomu bəyənməyi, fikirlərinizi də yazmağı unutmayın. Toyuğun döş ətini xırda doğrayıb yağda qızardıram. Daha sonra üzərinə soğan əlavə edirəm. Soğan da biraz bişdikdən sonra üzərinə qırmızı biber, daha sonra göbələyi də yuyub təmizlədikdən sonra üzərinə əlavə edib duz, istiot vurub qapağı bağlı şəkildə bişirdim. Ocaqdan götürdükdən sonra üzərinə 2 qaşıq xama, 100 qram holland pendiri əlavə edib qarışdırıram və lavaşın arasına bu qaydada qoyub bükürəm. Tavaya yağ əlavə etmişəm. Yağ tam qızdıqdan sonra lavaşları hər tərəfli qızardıram. İnanın möhtəşəm olur qızlar. İçi sulu, üzəri çıtır-çıtır, çox dadlı və ləzzətli bir qəlyanaltı alınır. Mütləq sınayın. Videomu bəyənməyi də unutmayın. Hələlik. Səsini eşidirsiniz qızlar. Möhtəşəm börəklər hazırlamaq istəyirsinizsə videomu sona qədər izləyin. Onun üzərinə duru yağ və duz əlavə edirəm. İlıq su ilə xəmir yoğurub qoyuram 15 dəqiqə dinlənsin. İçli üçün qıyma, soğan, kərə yağı bir arada bişirirəm. Daha sonra üzərinə duz, istiot, biraz da zirinci əlavə etdim. Balaca kündələr hazırlayıram. Bu qaydada açıb üzərini yağlayıram. 20 dəqiqə yağın içində gözləyir və möhtəşəm sonuc qızlar. Görün necə gözəl yuxalar açılır. Qətiyyən yuxa yırtılmır. İstədiyiniz kimi aça bilərsiniz. Görürsünüz dəzgahın üzərindəki yazılar belə yuxadan görünür. İstədiyiniz formanı da verib üzərinə ən sonda yağ vurub 180 dərəcədə bişirin. Çıtır-çıtır möhtəşəm börəklərim artıq hazırdır. Eynən bu qaydada kartof və ya ispanaqlı da hazırlaya bilərsiniz. Videomu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Bəyənməyi də unutmayın. Hələlik. Çoxlu istəkləri nəzərə alaraq indicə hazırladığım şaurmanın reseptini sizinlə paylaşıram. Onu da qeyd edim ki, mən evdə uşaqların zövqünə uyğun hazırlayıram. Kartofları nazik uzun formada doğrayıb bol yağda qızardıram. Yağ qızlar qızardarkən mütləq isti olmalıdır və qazın xodu yüksək olmalıdır. Qızartdıqdan sonra qoyuram kənarda. Ərzaqları xırda doğramışam. Toyuğun döş ətini də qızardıb əlimlə xırda-xırda didmişəm. Bu qaydada hazırlayıram. Sosun reseptində ərzaqları da videonun altında qeyd edəcəm. Oradan baxa bilərsiniz. Yəni zövqünüzə uyğun əlavə edə bilərsiniz. Mən pomidor, xiyar, duzlu xiyar, soğan, kartof qızartdım, bir də ki toyuğun döş əti. Əgər tosteriniz yoxdursa mənim kimi bu qaydada tavada qızarda bilərsiniz. Artıq hazırdır. Buyurun sizlər də hazırlayıb nuş edin. Videomu bəyənməyi unutmayın. Bu günləri pendirli kartof topları hazırlayırıq. Gördüyünüz kimi pendir içində necə gözəl əriyib və çox dadlıdır. Uşaqlar bunu çox sevəcək. Mütləq hazırlayın. Əvvəlcə 5-6 ədəd kartofu qaynatmışam. Qabığını soyub əzirəm. Daha sonra üzərinə duz, istiot, 2 yemək qaşığı da un əlavə edib yaxşıca qarışdırıram. 2 ədəd yumurtanı da çaldım, qoydum kənarda. 1 qaşıq kartofdan
alıram. İçinə pendir qoyub forma verirəm. Əvvəl yumurtaya, daha sonra suxariyə bulayıram. Hər tərəfini yaxşıca buladım. Yağı əvvəlcədən qızdırmışam. İçinə hazırladığım kartofları əlavə edib qızardıram. Artıq hazırdır. Gördüyünüz kimi möhtəşəmdir. Sizlər də mütləq hazırlayıb nuş edin. Videomu da bəyənməyi, yorum yazmağı unutmayın. Hələlik.